Hər vaxtınız xeyir olsun. Sözün sehrinin dəyərli izləyiciləri. Yenə növbəti bir buraxılışla sizlərləyik. Bu gün də adət olaraq sözlərin sehrinə düşəcəyik. Şeir, poeziya, ədəbiyyat danışacaq bizimlə birlikdə. Elə çox uzatmadan qonağımıza keçid etmək istəyirəm. Bugünkü qonağım söz adamıdır. Hər zaman olduğu kimi. Qonağımızı təqdim edim, şairə, prezident təqaüdçüsü, eyni zamanda Yazıçılar Birliyinin üzvü Sevinç Yunusludur. Xoş gördük Sevinç xanım. Salam Həsrət bəy, sizi salamlayıram. Bütün əməkdaşlarınızı salamlayıram. Bizi izləyən bütün izləyicilərimizi salamlayıram. Biz bir neçə dəfə sizinlə bu verilişlə bağlı danışsaq da, bugünə alındı verilişimizin çəkilməyi. Bilirsiniz ki, noyabr ayı bizim üçün xüsusi bir aydır. Konstitusiya günü, bayraq günü, zəfər günü məhz bu aydadır. Və çox qürur vericidir ki, mənim üçün qürur vericidir ki, bizim bu verilişimizin çəkilişi də məhz noyabr ayına təsadüf elədi. Təşəkkür eləyirəm sizə, minnətdaram. Çox gözəl bir mövzuya toxundunuz əslində və çox doğru dediniz ki, biz bilirik ki, noyabr dedikdə ağlımıza ilk gələn Zəfər bayramıdır. Bu günü bizə yaşadan Ali Baş Komandanı Allah can sağlığı versin və bütün şəhidlərimizi hörmətlə yad edirik. Çox şükür ki, biz bu gün qalib xalqın qalib vətəndaşlarıyıq. Müəyyən bir dövr vardı. Zəlimxan Yaqub yazırdı ki, bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, xan ağlayırdı. Dönmüşdü qanadı qırılmış quşa, Qarabağ başdan başa qan ağlayırdı. Amma bu gün isə belə demirik. Bu gün deyirik ki, şəhidlərin qanından lalələrin güc almış. Xarı bülbül adına şöhrətinlə ucalmış. İbrahimin qılıncı, Pənah xanın taxtısan, Şuşa, mənim ölkəmin mədəni paytaxtısan. Doğrudan da bütün Azərbaycan xalqının Zəfər bayramını elə təbrik edirik. Qoy bu zəfər daimi olsun və daim insanlarımızın qəlbində zəfər sevinci olsun. Amin. Sevinç xanım, bilirsiniz ki, siz olduğunuz yer hər zaman sözlü, sazlı, ədəbi olur və bu çox gözəldir. Elə bizim verilişimizin formatı da budur. Mən ilk sualımı sizə ünvanlamaq istəyirəm. Əslində şair olmaq çox çətindir. Bəzi insanlar düşünər ki, şair sadəcə söz oyununu yerinə yetirir, amma bu belə deyil reallıqda. Şair olmaq Allahın insana həm hədiyyəsi ola bilər, həm də cəzası. Hədiyyəsi odur ki, şairliyin hər bir insanın qəlbində müəyyən çıraq kimi yandırırsınız. Öz sözlərinizlə, fikirlərinizlə, misralarınızla. Ancaq bunun bir cəza tərəfi də var. Cəzası da odur ki, şair nə qədər həssas olur. Şairlər digər insanların görmədiklərini görür, digər insanların eşitmədiklərini eşidir. Bəs şairə Sevinç Yunuslu üçün şairlik nədir? Tanrının ona verdiyi hədiyyədirmi, yoxsa cəza mı? Məncə bunun hər ikisi də var. Həm hədiyyədir, həm cəzadır. Hədiyyədir ona görə ki, şairlər Tanrı tərəfindən seçilmiş insanlardılar. Cəzadır ona görə ki, şairlər çox həssas olurlar. Bütün yaradıcı insanlar həssas olurlar. Kövrək bir qəlbə malik olurlar. Onlar bilirsinizmi, sadə insanlar məsələn şiddətdən onu vurarsan, onu incidərsən fiziksel olaraq, Bəli. bədənsel olaraq küsəllər, incinərlər, sınarlar, amma şairlər sözdən sınarlar. Onlara o fiziki güc tətbiq eləməyə heç ehtiyac qalmaz. Bir söz deyərsən, o sözdən sınarlar. Çünki onların hər şeyi söz üstündə qurulub, hər şeyi sözdür. Buna görə mən deyərdim ki, sizin sualınıza cavab olaraq bunun hər ikisi də məndə var. Həm hədiyyəm var Tanrı tərəfindən, həm də cəza. Nə gözəl, amma siz oxucularınıza hədiyyəsiz. Ən Çox gözəli budur. təşəkkür edirəm. Müəyyən bir dövr vardı yenə. Bu dövrdə biz düşünürdük ki, cəmiyyətə ən yaxşı tərbiyə edən elə insanlığı müəllimlərdir. Yunan ədəbiyyatında belə bir fikir var. Deyir ki, şagirdləri müəllimlər tərbiyə edir, cəmiyyəti isə şairlər tərbiyə edir. Mən çox yaxşı bilirəm ki, bugünkü reallığı da biz göz önünə gətirməliyik ki, artıq bu gün insanlar da çox dəyişib. Məsələn, 90-cı illərin şairlərinin şeirləri ilə yaşayan, 90-cı illərdə o şeirlərlə tərbiyələnən insanlıq da artıq sanki yavaş-yavaş dəyişir.
Amma hər halda şeir elədir ki, hər zaman insanlara təsir edir. Öz təsir gücünü heç vaxt itirmir. Bu xüsusilə Azərbaycan cəmiyyətində belədir. Çünki biz elə dünyaya ilk gəldiyimiz gündən anamızın ilk laylasını belə sanki bir poeziya ilə eşidirik. Hətta siz bilirsiniz, bizim müqəddəs kitabımız olan Qurani-Kərimin özü də nəzm üslubundadır. Bu gün şairlər doğrudan da cəmiyyəti tərbiyə edə bilirmi? Mən bir dəfə bir yazımda belə bir şey qeyd eləmişdim. Yazmışdım ki, duyğular yalnız ədəbiyyat sahəsində özünü qoruyur. Ona görə yaradıcı insanları, ədəbiyyatçıları, şairləri qoruyun. Sizin sualınıza gəldikdə isə, mənim ixtisasım bilirsiniz tarix müəllimliyidir və çox qəribədir ki, hər zaman bununla şeiriyyat və tarix haqqında düşündüyüm qəribə bir düşüncə var. Mən düşünürəm ki, gerçək tarixi əsla mirzələr, tarixçilər yazmırlar. Gerçək tarixi həmişə şairlər yazırlar. Əski dövrlərə qısa bir nəzər salsaq, məsələn, Mirzə Ələkbər Sabirin dövrünü Mirzə Ələkbər Sabirin özünün şeirlərindən Satiralarından bəli, görmək olur. apaçıq görə bilərik. Orada sosial-iqtisadi vəziyyət necə olub, tarixi proseslər necə baş verib. Amma biz bunu bir tarixçinin qeydlərində axtarsaq, yaxud mirzələrin, indi o dövrün şahların yanında olan, belə deyək də, tarixi prosesləri qeyd eləyənlərin yazılarında bunu daha aydın görə bilmərik. Onlar şahların sifarişi ilə və yaxud öz istəklərinə görə bunu yazacaqlar. Amma bir şair əsla sözünə, özünə, duyğularına, onu oxuyan oxucularına xəyanət eləməz. Buna görə də şairlər, tarixi şairlər daha düzgün yazır deyə bilərəm. Buna görə düşünürəm ki, şairlər, sizin sualınızın cavabında şairlər cəmiyyəti tərbiyə eləyə bilir. Çünki şair cəmiyyətin güzgüsüdür. Bilirsiniz Sevinç xanım, bəlkə də Aristotel buna görə poetika əsərində deyirdi ki, ədəbiyyatla tarixin çox dərin bir fərqi var. Tarix olanları bizə yazır və nəyi olubsa, nə tarixə çevrilibsə, onu bizə göstərir. Ədəbiyyat isə olacaqlardan bizi xəbərdar eləyir. Düşünürəm ki, tam da bu, sualımın cavabı idi əslində. Sevinç xanım, biz bir oxucu olaraq hər zaman düşünürük ki, şairlər daha çox öz həyatlarından yazır, öz həyatlarını yazmalıdır. Amma bu bir reallıqdır ki, axı biz deyirik şairlər digər insanlardan fərqlidir. Onlar bizim görmədiklərimizi də görür və şairlər başqasının da başına gələn hər hansısa bir situasiyanı, hər hansısa bir hadisəni də yaza bilir. Yəni biz bir şairin şeirini oxuyanda sadəcə onu şairin həyatına aparıb bağlamağımız da düz deyil. Bu mənim şəxsi düşüncəmdir. Heç olubmu ki, nədənsə təsirlənəsiz, başqa insanların, belə deyim ki, başlarına gələn hər hansısa bir situasiyadan, hər hansısa bir hadisədən təsirlənib bir şeir yazasız? Mənim şeir yaradıcılığımda bu baş verməyib, amma mən bir nəsr əsəri üzərində işləyirəm hal-hazırda. Bu yəqin ki, qısa bir müddətdə çıxmayacaq. O nəsr əsərində məhz özümün başıma gəlməyən, amma gerçək həyat hekayələrini özündə birləşdirən bir kitab düşünürəm həmin kitabı. Olur, belə hallar baş verir. Amma sualınız şəxsən mənim özümə aiddirsə, mənə yönəlikdirsə, məndə hələ ki şeiriyyatımda bu baş verməyib. Bunu da deyim ki, mənim ədəbiyyat sahəsində istər şeir olsun, istər nəsr olsun, digər imzalar olsun, oxuduğum bütün ədəbi mətnlərdə fikir verdiyim yalnız bir şey var. O şey də səmimiyyətdir. Ümumiyyətlə bilirsinizmi, həyatda da bu belədir, hər yerdə bu belədir. Səmimi olmayan hər şey saxtadır, yəni qəbul olunmazdır. Ramiz Rövşənin özünün də belə bir fikri var ki, bir şairin ən çox səmimi olduğu yer onun şeiriyyətindədir. Hətta deyir ki, bəzən şeiriyyət şairin həyatını belə ifşa eləyir. Məsələn, elə mən sizin özünüzün şeirlərinizi oxuyanda sanki, heç sizi tanımasam belə bir oxucu kimi deyirəm, sanki sizin həyatınızda hardasa o kəsintiləri bilirmişəm kimi gəlir. Çünki artıq biz orada bir şairənin, məsələn deyirəm, qəlbində baş verən o müəyyən nisgilləri, müəyyən həsrətləri, müəyyən sevgiləri görürük. Bizim qadın şairlərimizdə kişilər cəmiyyətimiz elədir ki, kişi şairlərimiz rahat şəkildə öz hisslərini ifadə eləyə bilirlər. Amma biz biraz milli mental dəyərlərimizə çox
bağlı olan bir xalq olduğumuz üçün qadınların məhz ədəbi yöndə, qadınların yaradıcılığında bu bir o qədər də mümkün olmur. Bu Bəli, həm ağrılı bir, nüansdır, həm də, qeydə dəyər bir nüansdır. Əslində qadın şairlərimiz, o bayaq mənim vurğuladığım səmimiyyəti, rahatlığı öz yaradıcılıqlarında tam olaraq verə bilsələr, eee, onların yazıları daha uğurlu alınar. Bu gün məsələn cəmiyyətdə belə bir fikir formalaşır ki, qadınların yazıları zəifdir kişilərə nisbətən. Bunu anlamırlar ki, qadınlar öz duyğularını sadəcə səmimi şəkildə ifadə eləyə bilmirlər. Milli mentalitetlərdən çəkinirlər, cəmiyyətin baskısından çəkinirlər. Ən primitiv şəkildə desək, öz ailə mühitlərindən çəkinirlər. bilirsiniz, əslində düzgün toxundunuz bu mövzuya. Bu belə olur. Biz tarixən də məsələn Azərbaycan, şeiriyyətinə, ədəbiyyatına baxanda bizim ancaq bunun qarşılığı olaraq deyirəm ki, reallıqdır ki, bizim çox güclü, eyni zamanda çox dəyərli qələmləri olan qadın şairlərimiz də olub. Biz bura lap klassikaya toxunsaq, Xurşud Banu Natəvanı, biraz, Onlar o zəncirləri qıra qıra bilmişdilər. bəli, bəli, Məhsəti Gəncəvi qıra bilmişdi, bəli. Xurşud Banu Natəvan Mirvarid qıra Dilbazi bilmişdi. qıra Amma baxaq bilmişdi. görək o zəncirləri hər qadın yazar qıra bilirmi? Qıra bilmir Bəli, bu çox təəssüf ki. çətindir. Bəli. Çox təəssüflər olsun. Sizin bir şeiriniz var ki, mən o şeiriyyəti çox sevirəm. O şeirinizi çox sevirəm. Çox üzr istəyərək mən bunu telefondan oxumaq Buyurun. məcburiyyətindəyəm. Bu qaranlıq gecənin o üzündə işıq var. Görən nə vaxt gətirər bu yollar səni mənə. Elə darıxıram, bir Allah şahidimdir. Əvəz etməz versələr bütün dünyanı mənə. Yer yerində qalandı, göy göyündə qalandı. Mən hələ gözləyirəm, həmin ağrı acıda. Söz vermişdin gələcəm qış sovuşsa, yaz olsa. Bəlkə, bəlkə qurbanlar kəsim 7 yol ayrıcında. Əllərim əllərinə bircə kərə qovuşsa. Səni səndən alandı, məni məndən alandı. Ruhunuza sağlıq Sevinç xanım. Bu şeiri oxuyanda mənə çox maraqlıdır. Şair kimə qovuşmaq istəyir? Kövrəltdiniz məni Həsrət bəy, həm də duyğulandırdınız. Bu şeir bir neçə il öncə yazılmış bir şeirdir. Yəqin ki, şair ordakı o duyğularla ilahi sevgisinə, tanrısal sevgisinə, öz tanrısına qovuşmaq istəyir. Belə bir fikir var. Biz deyirik ki, baxın sevgidən dediniz. Deyirik ki, indi saf sevgilər ancaq şeirlərdə qalıb. Ancaq ədəbiyyatda var. Yazıçıların qələmlərində qalıb. Əslində mən bu fikirlə o qədər də razılaşa bilmirəm. Çünki sevgi anlayışı, eşq elə bir şeydir ki, bütün dövrlərdə olacaq. Nə qədər ki insanlıq var, o qədər sevgi də olacaq, o qədər eşq də olacaq. Amma mən buna bir insan kimi yanaşıram. Təbii ki, mən buna bir şair kimi yanaşa bilmirəm. Biz hətta keçən dəfə Cıqatel qızı idi bizim verilişimizin qonağı. Dəyərli şairimiz Bəli, var. çox dəyərli şairəmiz, çağdaş Azərbaycan ədəbiyyatının. Biz o zaman danışdıq və mən Cıqatel xanıma bir sual verdim ki, nədənsə eşq, sevgi, hətta ürək hər zaman ədəbiyyatın əsas obyekti olub. Hər zaman bütün şairlər yazıb. Hətta siz təsəvvürünüzə gətirin ki, şairlik o qədər uca bir məqamdır ki, bizim başımıza bir bəd hadisə gələndə, bir xəstəlik gələndə biz çox pis oluruq bir insan olaraq. Amma şairlər onu belə bəzəyə bilir. Məsələn, Fikrət Qocanın bir şeiri var. O infarkt şeirini yazıb. İnsan özü infarkt olub və infarkt şeirini yazıb ki, əslində mən səni qınamıram ürək, mən səni çox yükləmişəm. Mənim isə sualımın məğzi budur ki, nədənsə sevgilər bugünkü cəmiyyət üçün ancaq elə ədəbiyyatda yaşayır. Və siz necə düşünürsünüz? Sevgi ilə bağlı bir dəfə də yenə bir yazı yazmışdım. Ümumiyyətlə sevgi mövzusu məni həmişə qaranlıqlarda qoyan bir mövzudur. Yazımda belə bir şey qeyd eləmişdim ki, sevgi qadağan olunmalı məfhumdur. Qadağan olunsa yaxşıdır. Biz nəzərə alsaq ki, dünyanın yaradılışı sözdən və eşqdən başlayır. Sevinç xanım, bu yaxınlarda Çingiz Abdullayev öz müsahibələrinin birində belə bir fikir söyləyib. Çingiz müəllim deyir ki, bu gün kitab yazmaq çox çətindir. Əvvəlki dövrlərə nisbətən. Ona görə ki,
Bu gün sən o qədər yaxşı yazıçı, o qədər yaxşı şair olmağı bacarmalısan ki və sənin kitabın o qədər yaxşı kitab olmalıdır ki, o, kitab mağazalarında, rəflərdə dahilərin kitabının yanında seçilməyi bacarsın. Məsələn, bu gün, bir yazıçının, bir şairənin kitabı Nizaminin, Füzulinin, Malyerin, Şekspirin kitablarının yanındadırsa, oxucu niyə orada Şekspirin kitabını yox da, məsələn, Sevinç Yunuslu'nun kitabını almalıdır? Çingiz Abdullayev bizim dəyərli yazıçımızdır, böyük yazıçımızdır, amma mən bu fikirlə razı deyiləm Həsrət bəy. Ədəbiyyat bilirsizmi, zövq məsələsidir. Yazdığımız şeirləri bəyənənlər də olur, bəyənməyənlər də olur. Düzdür, mən öz yerimə və yaşıma görə öz yerimdən qətiyyən narazı deyiləm, istədiyim yerdəyəm. Amma ədəbiyyat kəsinliklə zövq məsələsidir. Sən düşünsən ki, mənim yazdığım kitab Şekspirlə yan-yana dayanmalıdır, o seçilməlidir. Elə bir ədəbiyyat yaratmalıyam ki, o dahilərlə bərabərdə dayansın. İnanın ki, o əsəri yaza bilməyəcəksən. Ona görə o əsəri yaza bilməyəcəksən ki, bizim dəyərli xalq şairimiz Musa Yaqubun bir sözü var idi. Çox gözəl bir söz idi. Həmişə deyirdi ki, at sənin şeirindir. O şeiri yaxşı yaz. Hesablama, düşünmə ki, mən bunu yazacam, prezident təqaüdçüsü olacam, mən bunu yazacam, dünya çapına çıxacam, mən bunu yazacam, məni hamı tanıyacaq. Bir şairin fikri, zikri şöhrətdə olmamalıdır. Öz məhsulunda olmalıdır, öz yazdığı şeirlərdə olmalıdır. İnanın mənə ki, məsələn, mən bugün dəfələrlə olub ki, məni dəvət eləyiblər, filan ödülü verək sizə, filan təltifi. Bəlkə də yaşıdlarımın arasında ən az ödülü olan imza mənəm. Amma ən çox da sevilən şairəsisiz. Şükürlər olsun. Bəli, bunun belə olduğunu da bilirəm. Mən məsələn ödüllərdən imtina eləyirəm. Deyirəm ki, çox təşəkkür edirəm. Çünki mənim üçün uğur ödül almağımda, yaxud o ödüllərin sayında deyil. Mənim üçün uğur elə Musa Yaqubun dediyi kimi o şeiri yaxşı yazmağımdadır. Buna bu prizmadan yanaşmaq lazım deyil. Mən elə bir əsər yazmalıyam ki, o dahilərin divanında yer alsın. Yox, mən sadəcə yazmalıyam. Yaxşı yaza bilirəmsə nə xoş, yaxşı yaza bilmirəmsə artıq Yəni siz budur. deyirsiniz ki, hesablanmış əsər yazmaq olmaz. Olmaz. Çünki mən bayaq da vurğuladım sizə səmimiyyət. Bu Bəli. səmimi olmaz. Amma biz bilirik ki, elə Azərbaycan tarixində də əvvəllərdən saray şairləri olub. Onlar hesablanmış əsərlər yazıb. Və bu gün də o əsərlər bizim klassikalarımıza çevrilib. Biz onu klassik kimi oxuyuruq, amma biz çox yaxşı bilirik ki, müəyyən klassik şairlərin, klassik yazıçıların belə bəzi əsərləri, saray şairi olduğu üçün sifarişlə yazılıb. Mən düşünürəm ki, onların sifarişlə yazdığı əsərlər deyil bu gün sevilən. Onların eşqlə, sevgi ilə, ruhla yazdığı şeirlərdir. Məsələn, Nizami Gəncəvi olsun. Nizami Gəncəvinin qəzəlləri sevilir bu gün. Ən çox onlar sevilir də, Leyli və Məcnun. Bunlar sifarişlə yazılsa da məthiyə deyil. Ruh, könül, eşq işidir də, belə deyək. Bəli. Yəni ona görə səmimiyyətdən doğan bir şeylərdir. Leyləklərin çöp yuvası boş qalıb. Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb. Bu dünyanın qaradaşı göyərməz. Bu misralar elə səslənən zaman gözümüzün önündə bir Musa Yaqub portreti canlanır. Mən çox yaxşı bilirəm ki, sizin üçün bir şairə kimi yox da, elə bir oxucu kimi də Musa Yaqubun xüsusi bir yeri var. Niyə məhz Musa Yaqub? Nədir sizi Musa Yaquba bu qədər bağlayan? Həsrət bəy, sizi inandırım ki, zəif şair olmaqdan yaxşı oxucu, yaxşı zövqü olan bir oxucu olmaq bu daha üstün bir şey. Mən Musa Yaqubun ən yaxşı oxucularındanam və Musa Yaqub mənim ruhumun şairidir. Hər kəsin bir ruhunun şairi olur. Musa Yaqub da mənim ruhumun şairidir. Bu sualla mən çox tez-tez rastlaşıram. Niyə Musa Yaqub? Musa Yaqubla sizi bağlayan nədir? Bizim dəyərli şairimiz Məmməd İlqarın çox gözəl bir sözü var. O həmişə deyir ki, şairlər eyni atanın, eyni ananın övladları olurlar. Əslində Musa Yaqubla məni bağlayan bax o ruh qohumluğudur. Bir də bilirsinizmi, mən o şanslı insanlardanam ki, Musa Yaqubu sağlığında görmüş insanlardanam.
Biz, onda yaşımız, daha da gənc idi və Bakıdan Musa müəllimin də o ərəfələr onun xəstəliklə Bəli, uğraşdığı bir ərəfələr idi. İsmayıllıda Buynuz kəndində bilirsiniz ki, qalırdı, yaşayırdı. Biz burdan böyük avtobuslara yığışırdıq gənclər, 25 nəfər, 30 nəfər. Siz inanın ki, bunu öz yazımda da qeyd eləmişəm. Deyin ki, o qədər yolu gedəndə biz of deyirdikmi? O qədər yol bizim heç gözümüzə də görsənmirdi. Gedirdik onun qapıda gözləyirdik, o yuxudan oyanırdı, onun ziyarətinə. Elə bilin ki, bir ocaq ziyarətindəyik, bir pir ziyarətindəyik. Məsələn, mən özüm Musa Yaquba Musa əmi deyirdim. Qapını açırdıq ərklə Musa əmi. Yəni bu xatirələr o qədər bu gün Musa Yaqub yoxdur. Bizim hamımız üçün. Mən bunu bütün gənc dostlarımın da yerinə deyə bilərəm. Orada olmuş, onun ziyarətində onu şəxsən tanımış dostlarımın da yerinə deyə bilərəm ki, bu xatirələr bizim üçün o qədər ülvidir ki, o qədər gözəldir ki, bu gün həmin o xatirələr Musa Yaqubu bizim ürəyimizdə yaşadır. Musa Yaqub nəinki bizim ürəyimizdə, Azərbaycan ədəbiyyatında indən belə min illərlə yaşayacaq bir bəli. imzadır. Şeirlərinin fərqli bir ruhu, fərqli bir tərzi var. Fərqli bir tərzi var. Çox qəribədir ki, Azərbaycan ədəbiyyatında mən bir də bu fikirdəyəm, bizim dəyərli yazıçımız İlyas Əfəndiyevlə bağlı. İlyas Əfəndiyevi heç görməmişəm həyatımda. Təbii ki, o mənim yaşımdan çox öncələrdə yaşamış bir yazıçımızdır. O da mənim nəsr sahəsində ruhumun yazıçısıdır. Siz inanırsınız, Psixoloji hal-hazırda tam sanki mənim ürəyimi oxudunuz. Çünki mən nəsrdə ən çox sevdiyim dramaturq, yazıçı elə İlyas Əfəndiyevdir. Biz onun nə Körpü gözəl. Salanlarını, Bəli, biz bəli. onun, Sən həmişə mənimləsən. Mahnı Dağlarda qaldı. Bəli, Çox möhtəşəm insanın əsərləri var və bu gün də, gələcəkdə də, keçmişdə də hər zaman bu insanlar sevilib, bəli. seviləcək də. Mən ona görə bəzən deyirəm ki, Azərbaycan ədəbiyyatı əslində çox şanslıdır. Ona görə ki, bax belə insanlar yetirib. Təbii ki, Azərbaycan ədəbiyyatının bir çox, hüzünlü nöqtələri də var. Mikayıl Müşfiq kimi, Bəli, Hüseyn Cavid kimi, bəli. Cəfər Cabbarlı kimi təəssüf doğuran nöqtələri də var, amma biz Musa Yaquba baxanda, İlyas Əfəndiyevə baxanda, Zəlimxan Yaquba baxanda, müasirlərdən Ramiz Rövşən yaradıcılığına baxanda görürük ki, həqiqətən də bizim ədəbiyyatımız nə qədər böyükdür. Doğrudur. Mən sualı bu cür də verə bilərlər ki, mənə niyə İlyas Əfəndiyev? İlyas Əfəndiyev əsərlərində məsələn qadın duyğularını o formada verir ki, bunu oxuyanda düşünə bilirsən ki, ancaq bir qadın bunu bu formada yaza bilər. Məsələn, keçirdiyi hissi, həyəcanı insan necə belə professional şəkildə verə bilər, təqdim edə bilər. Təbii ki, bu yazıçının böyüklüyüdür sözsüz. Musa Yaqub şeirlərini də mən oxuyanda o duyğuları özüm yaşamış kimi oluram. O duyğuları özüm yazmış kimi oluram. Bəlkə də tək şairdir ki, bu hissləri bu dərəcədə basqın hiss eləyirəm onun yaradıcılığını oxuyanda. Allahdan ona rəhmət diləyirəm. Bəli, Övladlarını salamlayıram burdan. Yaqut xanımı salamlayıram. Biz nə vaxt ki, Musa Yaqubla bağlı bir darıxmaq hissi keçiririk, zəng vururuq Yaqut xanıma, görüşürük, onu bağrımıza basırıq, Musa əmini qucaqlamış kimi oluruq, söhbətlər eləyirik. O da elə Musa Yaqub ruhda bir insandır. Bəzən olur, çox zaman yaradıcı insanların bu çox qəribə bir şeydir. Övladları özlərinə bənzəmir. Yaqut xanım mən elə bilirəm ki, ikinci Musa Yaqubdur bizim üçün. Gerçəkdən Allah ona can sağlığı amin. versin. Təşəkkür eləyirəm. Sevinç xanım, elə sözün bu məqamında biz sizdən bir şeir alaq. Qalaq-qalaq divarları bir addımda keçərdim. Damla-damla göz yaşımı bulaqlardan içərdim. Mənə qalsa Tanrıya yox, adına and içərdim. Bağışla ki, mən bu eşqi götürmədim, yox oldum. Sən ömrümə qış gətirdin, qar payım da ayırdın. Dünən gecə şərab süzdüm, yar payın da ayırdım. Bir adamlıq yatağını çarpayımda ayırdım. Sonra dönüb yastığını ətirlədim, yox oldum. Qollarında azadlığım, əsarətim az oldu. Bəlkə dəli eşqin üçün cəsarətim az oldu. Milyon payız yola saldım, min birinci yaz oldu. Bu payızla sərçələri ötürmədim, yox oldum. Mən bu eşqi ən didərgin hallarına yazmışdım. Unuttunmu? Öpüşümü qollarına yazmışdım. Dünən gecə məktubumu yollarına yazmışdım. Oxumadın.
Mən də yazıb bitirmədim, yox oldu. Heç zaman yox olmayın, həmişə var olun, yazın, yaradın və biz də belə zövq alaq. Çox sağ olun, çox təşəkkür eləyirəm. Çox gözəl bir şeirdir. Hətta inanın ki, siz o şeiri orada oxuyarkən sanki mən belə müxtəlif hisslərə Mən də qapıldım. yox oldum. Biz sizi şairə kimi tanıyırıq, amma mən bilirəm ki, sizin həm də çox yaxşı bir musiqiləriniz də var. Siz, çox yaxşı musiqilər bəstələyirsiniz. Hansı ki, elə bu yaxınlarda bizim dahi deyə biləcəyimiz böyük sənətkarımız Alim Qasımovun ifasında, eyni zamanda Leyla Camal və sair bu kimi insanların ifalarında görürük o musiqiləri. Biraz danışaqmı bu haqda? Bu zaman bizim ağlımıza belə bir sual gəlir ki, həm bəstəkar, həm şairə, Sevinç xanım, şeir yazmaqmı çətindir, yoxsa musiqi bəstələməkmi? Necə maraqlı sual oldu bu sual. Heç düşünmədən cavab verərdim ki, musiqi bəstələmək. Siz fikir verirsinizmi? Dünyada nə qədər şeir var, amma musiqi çox azdır. Çünki musiqi bəstələmək gerçək anlamda çox çətindir. Şeir yazmaqdan qat-qat çətin bir prosesdir. Amma eyni zamanda həm də gözəl bir prosesdir. Yaxın zamanlarda bizim gözəl şairimiz, böyük şairimiz, Türk dünyasının böyük şairi, Turan şairi, xalq şairimiz Rüstəm Behrodinin sözlərinə mən bir mahnı yazdım. Məzarlıqda bitən yovşan. Həmin şeirə bəstələdiyim mahnını Alim Qasımov oxudu. Bizim dünya şöhrətli ifaçımızdır, alim müəllim, böyük ifaçımızdır. Və bu mənim üçün çox qürur vericidir. Eyni zamanda bir çox bəstələrim var ki, inşallah Məzarlıqda bitən yovşan mahnısını biz yekunlaşdırandan sonra son mərhələlər qalıb artıq mahnının aranjmanında. O mahnını yekunlaşdırandan sonra bizim yeni mahnılarımız olacaq. Sizin yaradıcılığınızda mənim xüsusilə sevdiyim bir şeir var. Elə deyərdim ki, bəlkə də bu şeiri sevdikdən sonra bir şairə kimi mən sizin yaradıcılığınızı daha çox sevmişəm. Min yol var aramızda, aramızda min səhər. Səni sevincim boğar, məni burda dərd, qəhər. Adi görünər sənə yağışın altda durmaq, quruyan nəzərlərin baxışın altda durmaq. Səni hər gün yadına dönüb min yol salam var. Qapında gözlər durur, pəncərəndə salamlar. Bax beləcə Sevinç xanım, sizlə də növbəti bir buraxılışın sonuna gəldik. Çox xoş oldu, çox təşəkkür edirəm. Verilişin əvvəlində də dediyimiz kimi çox gözəl bir zamana təsadüf etdi. Mən sizə arzu edirəm ki, hər zaman qələminiz yazar olsun. Bax, biz oxucular üçün, cəmiyyət üçün belə poeziya nümunələri, şeiriyyətlər, nəsr əsərləri yaradın. Mən təşəkkür edirəm Həsrət bəy, bütün əməkdaşlarınıza və sizə bizim sözümüzün keşiyində bu cür ləyaqətlə dayandığınız üçün. Böyük Hüseyn Cavidin iki misrası var. Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Mədəniyyətimizi sizi kimi gənclər qoruduğu üçün bizlər də çox xoşbəxtik. Var olun, təşəkkür edirəm. Bir daha təşəkkür edirəm. Bax beləcə sözün sehrinin dəyərli izləyiciləri. Növbəti bir buraxılışımızın da sonuna gəldik. İnşallah gələn dəfə növbəti daha maraqlı, daha yeni verilişlərdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.